nə bizə əbədiyyət gətirə bilər? Axı mən 20 yaşda əsəbləşdiyim insanın simasını xatırlamıram ya da 25 yaşımda geydiyim paltarın rəngini xatırlamıram. Bəs onda əbədi olan nədir? Səhnədə aktyor çaşa bilir axı. Sözlər yaddan çıxa bilər. Amma biz duanı oxuyandan sonra özümüzdə ya görürük ki, işimiz rahat gedir. Sənət adamları yaradıcılıqla məşğul olduqları zaman mənəvi gözəlliyi də tamaşaçıya ötürməlidirlər. 1400 ildə dəyişməyən nələrsə var və 1400 ildə nələrsə varsa və orada bizdən yalnız bir şey tələb olunursa ki, cəbhəni seç. Mən hardayam. Və onda mənim qarşıma tamamilə başqa bir nümunələr çıxdı. Daha ali nümunələr. Xanım Zeynəb, xanım Fatma Zəhra və oradakı o bütün o silsilə ilə gələn qadınlar. Bu dünən oynayırdı restoranda filan obrazı. Bugün gəlib müqəddəslərin rolunu oynayır. Ən gözəl ictimai xadim qadın kimi xanım Zeynəb örnək nümunədir. 5 gün, 10 gün ibadət elə də. Nə olacaq sənə be ya? Heç nə olmayacaq. Sənin ailəndə nəvələrin, oğlanların, qızların hamısı bəla görməyəcəklər. Tanrı deyir, həyatınızda mübarizə aparmağa dair olacaq bir sualı verəcək sizə ki, mənə yaralarını göstərə bilərsənmi? Mənim yaralarım yoxdur. Onda cavab belə olacaq. Uğrunda mübarizə aparacaq heç nə olmadı mı? Xanım Fatimə Zəhra elə bir nurdur ki, istənilən sahələrdə ondan nümunə götürmək təbii ki, mümkündür.